Salam, hər vaxtınız xeyirli olsun. Səfiyyənin mətbəxinə xoş gəlmisiniz. Bugün sizlərlə iftara hazırladığım toyuq ətindən kotletli, tərəvəzli yeməyi necə hazırladığımı bölüşmək istəyirəm. Əgər maraqlıdırsa, keçək hazırlamağa. İşimizə öncə kotleti hazırlamaqla başlayaq və bunun üçün videoda göstərdiyim qaydada bir ədəd soğanı, orta ölçülü soğanı biraz iri kublar halında doğrayıram və bir ədəd biberi. Toxumlarını çıxardıb, içərisindən bu pərdələri də çıxardıram və yenə eyni qaydada iri dilimlər halında doğrayıram. Yəni bunları blenderdan keçirdəcəyimizə görə çox xırdalamaq ehtiyac deyil. Və 2 ədəd, mən 2 diş sarımsaq doğradım. Qeyd edim ki, sarımsaqların ölçüsü xırda ölçüdür. Əgər sizdə iri ölçülü olarsa, 1 ədəd də bəs edə bilər. Və yaxud sevməyənlər əlavə etməyə bilərsiniz. Və üyüdülmüş qarışımı bir süzgəcə əlavə edirəm ki, artıq suyu getsin. Bildiyiniz kimi toyuq əti ilə hazırlayan xanımlar bilirlər. Toyuq əti biraz yumşaq olduğuna görə bu suyu mütləq çıxardırıq ki, daha da yumşaq olmasın. Və indi keçək kotletimizin ərzaqlarını qarışdırmağa. Deməli, çəkilmiş toyuq ətinin üzərinə biber, soğan qarışımını əlavə edirəm və göyərti. Göyərti sevdiyiniz göyərtidən, yəni öz zövqünüzə görə istədiyiniz göyərtidən əlavə edə bilərsiniz. Mən biraz cəfəri əlavə etmişəm və indi keçək ədviyyatlarımızı əlavə etməyə. Mən ədviyyat olaraq duz, qara üyüdülmüş istiot, paprika, keşniş toxumu və xımeli suneli əlavə etdim. Siz sevdiklərinizi əlavə edib, sevmədiklərinizi əlavə etməyə bilərsiniz. Və ətimizi yaxşıca qarışdıraraq yoğururuq. Gördüyünüz kimi artıq ətimiz hazırdır. Və indi ət özünü biraz tutsun deyə mən qapağı ağzına qoyuram və hardasa 1 saat qədər soyuducuda gözləyirəm. Və 1 saat sonra artıq kotletlərimizə forma verək. Bunun üçün mən taxtanın üzərinə streç çəkmişəm və birazcıq duru yağ əlavə edib, yəni yağlayıram ki, kotletləri üzərinə düzdükdən sonra götürərkən formasını itirməsin, yəni daha rahat olsun. Və mən kotletlərə bu cür xırda lülə formasını verdim. Mütləq əlimizi hər dəfə suya batıraraq forma verək ki, yəni forma vermək bizə daha rahat olsun. Arzu edənlər normal yastı kotlet formasında, arzu edənlər yəni yumru küftə formasında da hazırlaya bilərsiniz. Yəni sizə nə cür rahatdırsa. Və mən bu qayda ilə bütün kotletlərimizi hazırladım. Arzu edənlər bir neçə dəqiqə yenə təkrar ya buzdolabında və yaxud buzxanada bir neçə dəqiqə, yəni 10-15 dəqiqədən çox olmamaq şərti ilə saxlaya bilərsiniz. Və mən yaxşı isinmiş yağın tavanın içərisinə çox yağlı olmasın deyə biraz belə yağ püskürtdüm. Və kotletlərimizi tavaya düzürəm. Qeyd edim ki, mən forma verdikdən sonra soyuducuda saxlamamışam. Arzu edənlər, mən çox yağlı olmasın deyə biraz yağdan az istifadə etdim. Ancaq yağlı sevənlər, yəni yağını biraz artıq eləyib o cürdə qızarda bilərsiniz. Və gördüyünüz kimi artıq kotletlərimiz qızarmaq üzrədir. Mən birinci üzünü, bir tərəfini çevirirəm. Görürsünüz, artıq çox gözəl qızarıblar. Yəni çox da qızartmaq ehtiyac deyil. Qeyd edim ki, mən qazın xodunu biraz çox qoymuşam. Çünki kotletlərimiz onsuz da pişəcək. Toyuq əti tez bişir. Amma yenə də mənə əsas önəmli olan kotletlərin qızarmağıdır. Və kotletlər hazır olduqdan sonra tərəvəzlərimizi hazırlayaq. Bunun üçün mən 3 ədəd iri badımcanı videoda göstərdiyim qaydada doğrayıram. Qeyd edim ki, məndə tumsuz ətli badımcan olduğuna görə mən duzlu suda saxlamamışam. Ancaq əgər sizdə tumlu badımcan olarsa, mütləq duzlu suda saxlayıb acısını aldıqdan sonra hazırlayın. Və çalışıram ki, badımcanların ölçüsü, yəni eyni ölçüdə olsun. İsidilmiş tavaya duru yağı əlavə edirəm
və badımcanları hissə-hissə əlavə edib üzərinə hər dəfə duz əlavə edərək yaxşıca qızardıram. Mən badımcanları qızartdığım müddətdə, əgər siz videolarımı bəyənirsinizsə, bəyən düyməsinə basmağı, şərhlərdə fikirlərinizi yazmağı və videoları yaxınlarınızla bölüşməyi unutmayın. Bu sizin üçün asan, mənim üçünsə çox dəyərlidir. Dəstək olan hər kəsə öncədən təşəkkür edirəm. Badımcanları qızartdıqdan sonra iri formada, gördüyünüz kimi iri kublar formasında doğradığım soğanı əlavə edib, üzərinə azacıq duz əlavə edirəm və mənə yağ tavada çox az qaldığına görə azacıq duru yağ əlavə etdim. Arzu edənlər tereyağından da istifadə edə bilərsiniz. Və soğanlarımız gördüyünüz kimi kənar hissədən artıq bu cür qızardığı vaxt doğradığımız biberləri də eyni kublar şəklində, yəni doğramışam. Əlavə edib gördüyünüz kimi artıq həm biber, həm soğan biraz daha artıq qızarıb. İndi üzərinə pomidor əlavə edirəm. Pomidoru öz zövqünüzə görə əlavə edin. Mən 5 ədəd orta boy pomidordan istifadə etdim. Arzu edənlər tomat pastasından da istifadə edə bilərsiniz. Və yağa düşdükdən sonra pomidorlar üzərinə 150 ml soyuq su əlavə edirəm. Və qapağı ağzına qoyuram. Gözləyirəm ki, yeməyimizin suyu qaynasın. Gördüyünüz kimi artıq yeməyimiz qaynayır və indi içərisinə badımcanları və kotletləri əlavə edirəm və vamxodda 10-15 dəqiqə bağlı qapaq altında bişirirəm. Əgər siz quru istəyirsinizsə, yəni biraz daha çox bişirib suyunun çəkilməyini gözləyə bilərsiniz. Ancaq mən biraz çörək batırıb yeməklik olsun deyə bu dəfə biraz sulu saxladım. Və yeməyimizin altını söndürüb 10-15 dəqiqə bu cür bağlı qapaq altında saxladıqdan sonra artıq yeməyimizi servis edə bilərik. Və servis edərkən üzərinə arzu edənlər istədiyiniz göyərtidən səpə bilərsiniz. Bu qədər asan və iftarda həqiqətən çox ləzzətli yeməyimiz oldu. Allah bütün oruç tutanlardan tutduğu orucu, etdiyi yaxşı əməlləri qəbul etsin deyə dua edirəm. Allah hər birinizin evinə bol ruzi bəxş etsin. Hər biriniz ailənizdə istədiyiniz təamları hazırlayıb yeyəsiniz. Məndən isə bu qədər. Sağ olun, Allah'a əmanət olun. Gələn videolarımda görüşənədək.